Dünyanın şərqində kiməsə zülm olunur. Qərbində sən yaşayırsan, məsələn, hədislərdə var, narahat deyilsənsə, sən müsəlman deyilsən. Sənin müsəlmanlığın meyarı var, sənin imanının göstəricisi var. Sən başqasının, bir insanın, bir müsəlmanın dərdi ilə, qəmi ilə qəmlənmirsənsə, sən müsəlman deyilsən. Qiyamət günü 2 dəstə cəhənnəmə gedir. Zülm və cinayət eləyənlər və zülmə və cinayətə biganə olanlar. Amma vecinə deyil. Deyim, mənə nə var, sənə nə varsansa, Peyğəmbər deyir, sənə nə var, onda sən müsəlman deyilsin. Sən mənim ümmətimdən sayılmırsan. Mənə nə varla müsəlmançılıq bir araya sığmır. Eşidəsən xəbərlərdə ki, haqsız yerə, filan yerdə, harada bir insan qətlə yetirildi, insan narahat olsun. Bu müsəlmançılıq göstərisi. Yoxsa keçdi üstündən heç elə bir heç nə olmayıb, bu iman zəifliyinin göstəricisidir.